Gələn il 25 minə yaxın müəllim sertifikasiya prosesinə cəlb olunacaq. Bu barədə Milli Məclisdə keçirilən aqrar siyasət, ailə, qadın və uşaq məsələləri, elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı Elm və Təhsil naziri Emin Əmrullayev deyib. Növbəti ildə əlavə 25 mindən çox müəllimin bu prosesə cəlb olunması nəzərdə tutulmuş və bu məqsədlə dövlət büdcəsində əlavə 58,4 milyon manat olmaqla ümumilikdə sertifikatlaşdırılma çərçivəsində əmək haqqı əlavələrlə bağlı təxminən 213 milyon manat vəsait proqnozlaşdırılmışdır. 2026-cı ildə uğursuz olan müəllimlərin 2027-ci ildə təkrar sertifikatlaşdırılması prosesi qalacaq və 2027-dən artıq 2022-ci ildə sertifikatlaşdırmadan keçmiş müəllimlər təkrar ikinci, belə deyək, dövrədə sertifikatlaşdırılmaya cəlb olunacaqlar. Biz keyfiyyətli təhsil istəyiriksə, müəllimimizdən də daha yuxarı standartlar tələb etməliyik. Çünki heç bir təhsil sisteminin keyfiyyəti onun müəlliminin keyfiyyətindən yuxarı ola bilməz.